Hörmətli təcrübeli işçilər. Salam Nalə xanım, uğurlar. Buyurun, başlayın. Salam, hörmətli təcrübeli iştirakçıları, hamınızı seminarımıza qoşulduğunuz üçün ürəkdən minnətdaram. Çox sağ olun. Tədbirdə iştirak elədiyinizə görə, səmərəli vaxtınızı sərf elədiyiniz üçün. Bugünkü mövzumuz Azərbaycanda Gəncənin ən qədim sənət növləri olan duluzçuluq sənətləri haqqında, onun sirləri haqqında mövzumuz belə adlanır. Demək olar ki, Gəncədə ən qədimdən sənətkarlıq və ticarət mərkəzi olub və Gəncədə 30-a qədər duluzçuluq sənət mövzusudur. Onlardan ən qədimi isə ən çox inkişaf eləmiş ilkin dövrlərdə duluzçuluq sənəti olmuşdur. Duluzçuluq sənəti demək olar ki, Gəncədə ən qədim sənət növlərindən biri olubdur və bu sənət ən çox gildən istifadə etməklə yoğurmaq üsulu ilə hazırlanırdı. O dövrdə duluzçuluq sənəti ilə ən çox qadınlar məşğul olurdu. Çünki qadınlar yoğurmaq işini daha gözəl bildikləri üçün onlar bu işlə daha yaxşı məşğul olurdular. Aynur, səsim gəlir? Bəli, səsiniz gəlir. Gəncədə duluzçuluq sənəti iki növ duluz nümunələri Bəli, gəlir, buyurun. Qırmızı gildən hazırlayırdılar və qara gildən hazırlayırdılar. Qırmızı gildən hazırlanan duluzçuluq sənət növləri ən çox Naxçıvan ərazisində inkişaf eləmişdi. Qara gildən isə Qafqaz Albaniyası ərazisində hazırlayırdılar. Qırmızı gildən olan duluz qablarını demək olar ki, həm əl ilə hazırlayırdılar, həm də duluz çarxlarında hazırlayırdılar. Əllə hazırlananlar ən çox primitiv şəkildə olurdu. Duluz çarxlarında isə istiliyi kifayət qədər aldıqları təqdirdə daha sərgəli, daha uyğun olurdu. Duluzçuluq sənətinin demək olar ki, ən çox qırmızı gildən olan duluzçuluq sənətinə boyalı qablar keramikası deyirdilər. Boyalı qablar keramikası ən çox Naxçıvan, demək olar ki, Naxçıvanın Gültəpə rayonunda aşkar edilmişdir. Həmin qablar ən çox qədim yaşayış yerlərində və qədim, demək olar ki, dəfn yerlərində aşkar olunurdu. Qırmızı gil qablar Nalə xanım, mikrofonu söndürməyin də, açın, səsiniz gəlmir. İndi gəlmədi. Açıqdır. Mikrofonum açdı, Səsinizi gəldi. eşitmirik. Gəlir səsiniz, gəlir. Mikrofonun üzərinə basın, zəhmət olmasa səsiniz gəlsin. Gəldi, Bəli, səsim. Səsiniz gəlir, siz danışın. Qırmızı gildən hazırlanan qablar demək olar ki, boyalı qablar adlanırdı. Boyalı qablar demək olar ki, duluzçuluq kürəsində bişəndən sonra həmin saxsını bişirirdilər və saxsı qırmızı rəngi alınırdı. Və boyalı qabların kənarlarında isə insan, heyvan, quş təsvirləri ilə müxtəlif rənglərdən, qırmızı, göy, şabaldı rənglərdən demək olar ki, naxışlar çəkilirdi. Bu naxışlar da demək olar ki, çox təbii şəkildə alınırdı. Həmin qablar əsasən Naxçıvanda, Qarabağda, Milgücündə, Xanlar rayonunda, Qazax rayonunda aşkar edilmişdi. Boyalı qablar istehsalı Tunc dövründə eradan əvvəl 2-ci minillikdə inkişaf eləmişdi və boyalı qabların üzərində tədqiqat aparan arxeoloq Əliyev tədqiqat apararaq bildirmişdir ki, bu mədəniyyət İran qəbilələri ilə mədəni, iqtisadi əlaqələr yarandıqdan sonra daha da inkişaf eləmiş və Gəncə ərazisinə keçmişdi. Tunc dövründə aid olan boyalı qablar iki üsulla, həm əli ilə, həm də duluzçuluq dəzgahında hazırlanırdı. Bu qabların üzərində təsvirlərdən əlavə dalğavari, sınıq və mürəkkəb şəkilli düz xətlərdən ibarət naxışlar da çəkilirdi. Həmin naxışlar əsasən müxtəlif rənglərdə olurdu. Əsasən göy rəngdə olurdu, şabaldı rəngdə olurdu, hətta olurdu, sarı rəngdə olurdu. Sonra bu qabların üzərinə qırmızı anqovla bəzənilirdi. Demək olar ki, o dövrdə həm də həndəsi ornamentlərdən istifadə edilirdi. Boyalı qabların kənarlarına romb, üçbucaq təsvirlər çəkilirdi və bu təsvirlər əsasən qara rəngdə olurdu. Bu rəsmlər Culfada, Zurnabadda, Mid Qarabağ düzündə demək olar ki, boyalı qablar aşkar edilmişdi. Boyalı qablar öz inkişafında 4 mərhələdən keçmişdi. Birinci mərhələ, ikinci mərhələ, üçüncü mərhələ və dördüncü mərhələ. Birinci mərhələdə boyalı qablar daha böyük olmurdu. Bu qabların üzərində demək olar ki,
bir rəngli rəsmlərin şəkilləri olurdu. Əsasən demək olar ki, belə məmulatların üstü qırmızı anqopla örtülürdü. Parıltılı səthə malik olurdular. İkinci mərhələdə isə qablar daha girdə, daha demək olar ki, xırda kiçik şəkildə olurdu. Belə qabların üzərindəki insan, heyvan, quş rəsmləri də qara, qırmızı, ağ, qəhvəyi və sarı boyalarla çəkilirdi. O dövrdə demək ki, üçüncü mərhələdə isə qablar ən çox culfadan, kültəpədən aşkar olmuşdu. Bunlar da çaynikdən, nimçədən, kasadan ibarət idi. Və bunların üzərində də müxtəlif insan, heyvan, quş təsvirləri və o cümlədən həndəsi ornamentlərlə bəzədilirdi. Dördüncü mərhələdə isə demək olar ki, dördüncü mərhələdə Dəmir dövrünün başlanğıcından demək olar ki, bu mərhələdə, dördüncü mərhələdə belə qablar, dördüncü mərhələnin qabları istehsal olunmağa başlar. Bu dövr boyalı qablar keramika, demək olar ki, üsulu keramikadan hazırlanırdı. Dördüncü mərhələnin boyalı qabları dolça, çaynik, kasa və başqa demək olar ki, nümunələrdən ibarət idi. Bu dördüncü mərhələnin qabları əslən qırmızı rənglə boyanırdı. Və onlar demək olar ki, dulus dəzgahlarında bişdikcə, içindikcə daha tünd qırmızı rəngə boyanırdı. Bu dövrün qabları içərisində həm də silindrik formalı piyalələr əsas yer tuturdu. Demək olar ki, o dövrdə boyalı qablar istehsalında həm dəzgahlardan, duluzçuluq çarxlarından istifadə olunurdu, həm də əllə, sadə yoğurmaq üsulu ilə istehsal olunurdu. Bu qabların istehsalında da əgər duluzçuluq çarxlarında yüksək temperatur əldə edə bilərdisə, həmin də qablar çox səliqəli şəkildə çıxırdı və rənglər də daha demək olar ki, keyfiyyətli şəkildə alınırdı. Elə olur ki, əllə işləmələrdə isə duluz qablar daha primitiv olurdu, daha sadə şəkildə olurdu. Duluz qablarının əksəriyyətinin kənarında eyni zamanda sadə düz xətlərdən ibarət olurdu. Bu düz xətlər naxış deyil idi. Bu düz xətlər piktoqrafik yazılar idi. Piktoqrafik yazılar da o dövrdə Gəncə yazı mədəniyyətinin ilkin nümunələri sayılırdı. Bunu isə arxeoloq, demək olar ki, arxeoloq Qüdrət Səmədov, Qüdrət müəllim demək olar ki, kəşf eləmişdi ki, bu xətlər ancaq piktoqrafik yazılardan ibarətdir. Demək olar ki, o dövrdə duluzçuluq qabları ən çox demək olar ki, Gəncədə istifadə olunan qablar idi və həm məişətdə istifadə olunurdu, evlərdə bundan istifadə olunurdu. O dövrdə iri küplər istehsal olunurdu və bu küplər bir növ soyuducu rolunu oynayırlar. O dövrdə ərzaqı saxlamaq üçün belə küplərdən istifadə olunurdular. Ərzağı əti pişirib, həmin küplərə yığırlar və onu torpağın altında bastırırlar. Bu da həmin demək olar ki, ərzağın uzun müddət xarab olmaması üçün əsas şərtlərdən biri sayılırdı. O dövrdə demək olar ki, duluzçu sənətkarlar çox az idi, barmaqla sayılırdı. Demək olar ki, sonralar isə bu duluzçuluq inkişaf elədikcə sənətkarların sayı artdı və onların demək olar ki, daha keyfiyyətli, daha yaxşı nümunələr hazırlamağa başladılar. Duluzçuluq nümunələri sexlərdə hazırlanırdı və hər sexin bir ustası olurdu. Onların da hərəsinin özünün möhürləri olurdu və bu möhürlər də demək olar ki, duluz qablarının üzərində qoyulurdu ki, hər sexin özünün demək olar ki, nümunələri seçilsin, sayılsın. Duluz nümunələrinin demək olar ki, sexlərdə möhürlərinin olması çox böyük demək olar ki, əhəmiyyətli idi. İndi də həmin möhürlərdən bəziləri bu günümüzə qədər gəlib çatmışdı. Bizim demək olar ki, bizim də muzeyimizdə duluz qablarının çoxlu nümunələri vardır. Bu qablardan şirəli var, şirəsiz var, qaragildən var. Bunların ən qədim növü qaragildən olanlardır, Tunç dövrünə aiddir və eradan əvvəl 2-ci minilliyə aid olan qablardır. O dövrdə duluz qablarının bəzilərini demək olar ki, bəlkə əşyalarla naxış salırdılar. Bunu belə ən çox misdən istifadə edirdilər. Misdən demək olar ki, üzərini cilalayırdılar və daha o vaxt duluz qablarının üzərini və sonra isə yumşaq əski ilə təmizləyirdilər. Bu da həmin duluz qablarının daha parıltılı olması üçün vacib əsas şərtlərdən biri idi. Ümumiyyətlə, duluzçuluq nümunələri
Azərbaycanın əsas sənət növü tək Gəncədə yox, Azərbaycanda daha çox inkişaf etmiş sənət növlərindən ibarət idi. Bu da bizim məişətimizdə istifadə olunan qablar idi və həmin qablar bu günə qədər də istifadə olunur. Hal-hazırda ən çox Şəkidə, elə bizim Gəncənin özündə də piti yeməkləri hazırlamaq üçün balıqçılıqda duluz küplərindən istifadə olunur. Ümumiyyətlə demək olar ki, duluz qablarının istehsalı Gəncəmizdə daha çox geniş yayılmış və bu qabların demək müxtəlif növləri olmuşdur. Onlardan şirəli var, şirəsi var, qırmızı boyalı var və son vaxtlarda isə qırmızı şirəli qablar, duluz qabları meydana çıxmış və bu duluz qabları mavi firuzə rəngli rənglərlə rənglənirdi. Bu gün də duluz qablarının demək olar ki, qalması bizim üçün fəxrdir və keçmişimizi yaşatmaqdır. Biz bununla fəxr edirik. Mən bu qədər. İndi də mən sözü qonaqlarımız buradadır. Bəli, buradan Nalə. Birinci növbədə sözü tarix üzrə fəlsəfə doktoru Adanın İctimai Fənlər Kafedrasının baş müəllimi Çinarə Səfərovaya veririk. Çinarə xanım, buyurun. Çox sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün. Salamlayıram hər birinizi. Mənim məruzəm Gəncədə duluzçuluq sənəti və inkişafı ilə bağlı, tarix inkişafı ilə bağlı məlumat verəcəm. Ümumiyyətlə ki, duluzçuluq sənəti bildiyimiz kimi ən qədim sənətkarlıq növlərindən biri hesab olunur və ən azı da bu sənətin 2500 illik bir tarixi vardır, hansı ki, Gəncə şəhərində də sənət sahəsi özünə məxsus müxtəlif inkişaf mərhələləri keçmişdir və belə ki, qədim Gəncə ərazisində ayrı-ayrı dövrlərdə həyata keçirilən arxeoloji deməli tədqiqatlar nəticəsində ən qədim duluzçuluq nümunələri hansı ki, neolit və enolit dövrlərinə dair aşkar edilmişdir və bu eradan əvvəl deməli 8-ci, 6-cı minilliklərdə yəni Gəncənin qədim bir yaşayış məntəqəsi kimi inkişafının göstəricisidir. Eradan əvvəl ümumiyyətlə 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərində, yəni bu götürülür, yəni eradan əvvəl 14-7-ci əsrlərdir ki, hansı ki, Son Tunç və erkən dəmir dövrüdür ki, və bu dövrdə də Gəncədə duluzçuluq sənətində inkişaf dövrü kimi səciyyələndirilir. Bunun bir çox yəni amillər vardır. Bu inkişafı şərtləndirən əsas amillərdən biri o idi ki, həmin dönəmdə, tarixi dövrdə ibtidai icma quruluşu tənəzzülə uğradı və artıq cəmiyyətdə ictimai mülki bərabərsizlik, sinfi cəmiyyət yaranmağa başlamışdı. Eyni zamanda dəmirin artıq məişətdə və təsərrüfatda geniş sürətdə istifadə olunması da bu əmək məhsuldarlığının yüksəlməsinə səbəb olmuşdur. Və dediyimiz kimi, yəni Son Tunç və erkən dəmir dövrlərində artıq Gəncə duluzçuluq sənəti özünün inkişafında yeni bir mərhələyə qədəm qoymuşdur və tədqiqatlar zamanı da, yəni qazıntı işləri nəticəsində də çoxsaylı keramika məmulatları aşkar edilmişdir və bu da şəhər mədəniyyətinin artıq inkişaf etdiyini sübuta yetirir. Və saxsı qabların üzərində daha çox, yəni ornamentlər, yəni naxışlar ümumiyyətlə ki, zəngin, çox çeşidli, rəngarəng olması xüsusi diqqətə layiqdir. Və yəni ki, Gəncə duluzçuluq sənətinin ən səciyyəvi nümunələri ağ inkrustasiyalı, yəni cızma naxışlarla deməli ki, bu ağ rəngli boyaq maddəsindən istifadə olunurdu. Yəni ümumiyyətlə Gəncədə yəni duluzçuluq sənətinin nümayəndələri olmuş ustad sənətkarların o qeyd olunan həmin o mərhələdə bu ağ boyaq maddəsindən daha çox istifadə edilmişlər və bu da ümumiyyətlə Gəncə və Gəncə ətrafı ərazilərin tarixi abidələrindən aşkar edilmiş bu keramika nümunələrinin deməli hazırlanmasında uzun müddət, yəni sənətkarlar üçün bu bir sir olaraq qalmışdı. Yəni qonşu bölgələrin sənətkarları üçün bu bir sir idi. Yəni çünki ilk dəfə bu ərazilərdə, yəni bu regionda Gəncə və Gəncə ətrafı ərazilərdə, düzdür, bayaq vurğuladıq, Naxçıvan bölgəsi də
səciyyələnir. Yəni ümumiyyətlə, amma bu ağ boyaq maddəsindən istifadə həmin dövr üçün Gəncəyə xüsusən xasdır və qonşu ərazilərin sənətkarları, yəni bu tədricən bu sənətkarlıq ənənələrindən istifadə etməyə başlamışlar. Yəni hansı ki Gəncədən sonra Qafqaz ərazisində ağ ümumiyyətlə ki boyaq maddəsindən istifadə olunan bölgələrdən biri də Kaxetiya olmuşdur. Hansı ki Gürcüstan, indiki Gürcüstan Respublikasının ərazisində də bax bu deməli ornamentlərdən istifadə olunurdu. Sözsüz ki, ümumiyyətlə ki qeyd olunanlar bu sənətkarlıq ənənələrinin bir növdə yəni kənardan gəlmə olmadığını sübut edir. Yəni məhz yerli tarixə malik ənənələrin daha belə deyək ki kəsb etməsi bu elmi baxımdan da deməli əsaslandırılmışdır. Ümumiyyətlə Gəncə dulusçuluq sənətinin son Tunç və erkən Dəmir dövrünə aid olan çoxsaylı nümunələri eyni zamanda tarixi etnoqrafik mənbə kimi də xüsusi əhəmiyyətə malikdir. Yəni bəhs olunan deməli ki zamanda keramika məmulatları xalqımızın o cümlədən antik dövr Gəncə sakinlərinin müxtəlif, yəni qonşu etnoslarla, xalqlarla qarşılıqlı deməli sosial-iqtisadi əlaqələrinin, eyni zamanda etnomədəni əlaqələrinin olduğunu bir növ sübut edir. Və eyni zamanda bayaq vurğuladıq, həm forması, həm texnologiya baxımından, həm yəni ki o qabların üzərinin naxışlanma üslubu baxımından hesab edirik ki bu yaxın və orta şərq mədəniyyətinin də təsiri var sözsüz və eyni zamanda Gəncə dulusçuluq sənətinin etnoqrafik bir mənbə kimi də səciyyələndirilməsi, bu məhz saxsı məmulatlarının üzərində təsvir edilmiş ornamentlərin, naxışların xüsusi əhəmiyyəti vardır ki, hansı ki o ornamentlərdə bir neçə tipdə yəni ki bölmək olar. Belə ki məsələn, qabların üzərində ornamentlər antropomorf, yəni insan təsvirləri formasında, eyni zamanda nəbati ornamentlər, yəni nəbati bitki təsvirləri, eyni zamanda zoomorf ornamentlər, yəni heyvan və quş formalı ornamentlər, həmçinin həndəsi tipli deməli ornamentlər, yəni naxışlar da aşkarlanmışdır. Onu da vurğulayım ki, Gəncə dulusçuluğunun həndəsi fiqurlarından ibarət olan, bayaq vurğuladığım insan təsvirləri formasında olan ornamentlər Bəlucistan ərazisindəki Şahi Tunç məzarlığından tapılmış saxsı deməli nümunələr üzərindəki naxışlardan oxşarlıq təşkil eləmişdir. Yəni bu da ümumiyyətlə ki Gəncə dulusçuluğunun ağ boyaq maddəsindən istifadə olunması həm də bir növ Andronova mədəniyyətinə aid keramika məmulatları ilə oxşarlıq təşkil edir. Ümumiyyətlə, vurğuladığımız kimi, yəni son Tunç və erkən Dəmir dövrünə aid məmulatların etnoqrafik mənbə olaraq da yəni əhəmiyyəti bir növ xalqın mental dəyərlərinin, eyni zamanda ailə nigah münasibətlərinin ətraflı belə deyək tədqiqinə şərait yaratmış və bir çox məqamları da üzə çıxarılmasını şərtləndirir. Ümumiyyətlə, onu vurğulayım ki, Gəncə və Gəncə ətrafı ərazilərdə, xüsusilə də Gəncəçay hövzəsində müxtəlif vaxtlarda tarixi arxeoloji tədqiqatlar aparılmışdır və bu tarixi qazıntılar nəticəsində də əsasən daha çox yaşayış yerlərindən və müxtəlif tip qəbir abidələrindən belə maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Ümumiyyətlə, onu da vurğulayım ki, Gəncə keramikasının xüsusilə də yerli əhalinin qədim dövrdə oturaq əkinçilik mədəniyyətinin də daha geniş öyrənilməsinə şərait yaratmışdır və bu sözsüz ki, bu maddi mədəniyyət nümunələri, dulusçuluq sənəti məmulatlarının ətraflı tədqiqi xalqımızın, həmçinin də Gəncə sakinlərinin milli mənəvi dəyərlərini bizə çatdırır. Eyni zamanda xalqın məişət həyatını, təsərrüfat həyatını, hətta əxlaqi, çünki o ornamentlərdə bayaq vurğuladığım kimi, yəni müxtəlif tipdə biz aşkarlayırıq ki, yəni müxtəlif formaları vardır, amma eyni zamanda bu insanların həm əxlaqi münasibətlərini, həm ailə münasibətlərini də üzə çıxarmağına kömək göstərir.
Biz ümumiyyətlə bayaq vurğuladıq ki, Gəncə şübhəsiz ki, yəni Gəncə duluzçuluq sənətinin ümumiyyətlə son tunç və erkən dəmir dövrünə aid nümunələrinin tarixi, etnoqrafik dəyərliliyini şərtləndirən əsas məqamlardan da biri Gəncənin ümumiyyətlə ki, qədim şəhər sivilizasiyası kimi xronoloji baxımdan yaşının, yəni daha belə deyək ki, bu sənətin 2500 olmasına dair mühüm faktlar özündə ehtiva edir. Ümumiyyətlə, sənətkarlıq baxımından keyfiyyətli və nəfis olması ilə fərqlənən Gəncə duluzçuluq sənəti tədqiq olunması eyni zamanda Azərbaycan etnoqrafiya tarixinin də bir çox gizli qalmış məqamlarının da üzə çıxarılmasına şərait yaradır. Bu qədər mənim fikrim. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Digər həmkarlarıma da arzulayıram. Sağ olun. Çox sağ olun Çinarə xanım, çox sağ olun, təşəkkür edirik. Çox sağ olun Çinarə xanım. Mən də öz növbəmdə təşəkkür edirəm ki, qəbul etdiniz dəvətimizi. Baxmayaraq dərslə əlaqədar olaraq üzrlü hesab edin. Təşəkkür edirəm bir daha. Çox sağ olun Aynur xanım dəvətiniz üçün. Çox sağ olun əzizim. İndi isə duluzçuluq sənətinin sirləri barədə danışmaq üçün sözü Gəncə Dövlət Tarix Mədəniyyət Qurumunun Elmi Tədqiqat Şöbəsinin böyük elmi işçisi Aynur Həsənovaya söz veririk. Buyurun Aynur xanım. Aynur xanım. Alo. Aynur xanım. Nalə xanım, səsim gəlir. Hə, Aynur xanım, buyurun danışın. Nalə xanım, xoş gördük. Mən də öz növbəmdə salamlayıram sizi, hörmətli qoruq əməkdaşlarını və qonaqlarımızı salamlayıram. Vaxt ayırıb qoşulduğunuza görə təşəkkür edirəm hər birinizə. Qısa da olsa mən duluzçuluq sənətkarlığı haqqında məlumat vermək istəyərdim. Gəncədə qədim duluzçuluq sənətkarlığı haqqında. Gəncə ərazisində duluzçuluq sənətinin ənənələri eramızdan əvvəl 8-7-ci minilliklərdə ortaya çıxmışdı. Burada qazıntılar zamanı tapılan ən qədim saxsı məlumatlar Neolit və Enolit dövrünə aid edilmişdir. Son tunç və erkən dəmir dövründə eramızdan əvvəl 14 və 7-ci əsrdə Gəncədə duluzçuluq sənətkarlığı yüksək səviyyədə inkişaf etməyə başlamışdır. Burada duluzçuluq sənətinin əsas fərqli xüsusiyyətləri ağ örtüklü və ya cızma naxışları ağ boya maddəsi ilə doldurulmuş və saxsı məlumatlardan hazırlanmasında istifadə olunmuşdur. Gəncə və onun ətraf ərazilərində müxtəlif dövrlərdə aparılan tarixi arxeoloji tədqiqatlar və qazıntı işləri nəticəsində Gəncədə duluzçuluq sənətkarlığının nümunələri yaşayış yerlərində və qəbirlərdə aşkar edilmişdir. Gəncə duluzçuluq sənətinin son tunç və erkən dəmir dövrlərinə aid olan nümunələrin ornamentləri, məsələn, həndəsi formalı zoomorf xarakterli heyvan, quş nümunələri və antropomorf xarakterli insan təsvirləri və bitki təsvirləri üzə çıxmışdır. 9-10-cu əsrlərdə burada ümumi istifadə üçün bişmiş gildən də qablar ilə yanaşı Gəncədə bir sıra bahalı glazur və polikrom qablar eyni zamanda istehsal olunmağa başlanmışdır. Bu məmulatlar şəffaf glazur altında dekorativ, yəni bəzəkli keramika örtüyü ilə bəzədilmişdir. Səsim gəlir Nalə xanım? Nalə xanım. Eşidirəm Aynur xanım, gəlir Səsim səs. gəlir? Gəlir, buyurun danışın. Və burada eyni zamanda 11-13-cü əsrlərdə də Gəncə Aran Duluzçuluq Məktəbinin mərkəzlərindən biri sayılırdı Gəncə və burada saxsı qabların hazırlanmasında əsasən firuzə rənglərindən də istifadə olunmuşdur. Tarixçi Altman Gəncə şəhərinin tarixi oçerki kitabında yazmışdı, qeyd etmişdir ki, qazıntılar zamanı aşkarlanan qab və onların fraqmentləri burada müxtəlif saxsı məmulatların deməli, üzə çıxmasını, onların yüksək səviyyədə keyfiyyətli olduğunu göstərmişdir. Gəncədə son orta və əsrlərdə duluzçuluq qalmaqda davam edirdi və Gəncə
duluzçuları öz işlərini yaxşı bilən sənətkarlar kimi xarakterizə olunurdur. Onlar ətraf ərazilərdə əldə edilən gildən və şəhərdə fəaliyyət göstərən iki böyük duluzçuluq emalatxanasında saxsı məhsullar da istehsal edirlər. Və 17-ci əsrdə başlayaraq Gəncədə farfor qablarının da istehsalı daha geniş və yüksək səviyyədə inkişaf etmişdi və yayılmışdı. Və mən onu da xüsusi qeyd edim ki, bugünkü gündə də Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin fəaliyyətində ənənəvi xalq sənətkarlığının, o cümlədən də duluzçuluğun qorunması, yaşadılması və inkişaf etdirilməsi yüksək səviyyədə diqqət mərkəzindədir. Burada ABAD publik hüquqi şəxs, yəni cənab prezidentin İlham Əliyev tərəfindən yaradılan ABAD ailə biznesinə asan dəstək publik hüquqi şəxs, yəni duluzçuluq və keramika ilə məşğul olan sənətkarlara bugünkü gündə geniş səviyyədə dəstək göstərilmişdir. Bu ənənəvi sənətin müasir bazara çıxarılmasına eyni zamanda kömək edir. Və bugünkü gündə eyni zamanda ölkə rəhbərliyi tərəfindən duluzçuluq Azərbaycanın qədim və zəngin mədəni irsinin bir hissəsi kimi dəyərləndirilir və bu sənətin gələcək nəsillərə ötürülməsi yüksək səviyyədə təşviq edilir. Bu qədər Nalə xanım. Çox sağ olun Aynur xanım, maraqlı məlumatınız üçün çox sağ Çox sağ olun olun. Nalə xanım, sizə də uğurlar diləyirəm. Buyurun. İndi isə sözü Azərbaycan Dövlət Aqrar Universitetinin dostenti, tarix üzrə fəlsəfə doktoru Abdulbayeva Sevda xanıma veririk. Buyurun Sevda xanım, əgər buradasınızsa, məni eşidirsinizsə, danışa bilərsiniz. Hər vaxtınız xeyir, xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün, minnətdaram. İşinizdə, fəaliyyətinizdə uğurlar arzu edirəm. Və məndən qabaq çıxış edən natiqləri öz məruzələrində ümumiyyətlə duluzçuluqla haqqında və xüsusilə Gəncədə duluzçuluq sənətinin inkişafına bağlı çox ətraflı məlumatlar verdi və həqiqətən də ümumiyyətlə duluzçuluq qədimdən bəri xalqların yaşamasında, var olmasında əsas sənətkarlıq növlərindən biri olmuşdur və onun tarixi neolit dövrünə isabət edir. Biz burada tək həmin dövrlərdə, yəni bu duluz qablarından istifadə, yəni dünya tarixinə baxdıqda görürük ki, biz yalnız bu duluz qabların nə isə bir saxlanması üçün deyil, eyni zamanda onlardan bəzək əşyası kimi istifadə edilməsi haqqında da müəyyən məlumatlar alırıq və bu onu göstərir ki, bu demək qablar estetik və simvolik mənalar da daşımışdır zamanın müxtəlif dönəmlərində. Belə ki, o qabların üzərində məndən qabaq çıxış edən müəllimlərimiz də qeyd elədi, Çinarə müəllimə, Aynur xanım qeyd elədi, siz qeyd elədiniz. Müxtəlif ornamentlər, müxtəlif naxışlar var və bu əlbəttə ki, həmin o sənət növünün tarixin dilinə çevrilməsinə gətirib çıxarmışdır. Azərbaycanda isə ümumilikdə bu sənət növü müxtəlif dövrlərdə öz inkişaf dövrünü keçmişdi və xüsusilə Azərbaycanda Şəkidə, Qubada, Naxçıvanda, Gəncədə məhz duluzçuluqla məşğul olan xüsusi məhəllələr olmuşdu ki, və həmin o məhəllələrdə sırf bu üzrə, yəni bu sənət növü ilə məşğul olmuşlar və eyni zamanda həmin o sənət növünün üzərində, yəni duluz qabların üzərində müəyyən öz dünya görüşlərini əks etdirən sanki boyalı, müxtəlif boyalardan istifadə etməklə əsəri boyalı bir əsərə çevirmişlər. Və dedim ki, Gəncədə, tək Gəncədə deyil, Azərbaycanın müxtəlif yerlərində qazıntılar zamanı müxtəlif duluz qabları ortaya çıxmışdır. Məsəl üçün, biz Ağsu şəhərində olanda, orada Orta əsr Ağsu şəhər abidəsi ilə tanış olduq və orada müxtəlif ölkələrdə həm saxlama qabı kimi və eyni zamanda üzərində müəyyən belə ornamental bəzəkləri olan bu kimi duluz qabların aşkar olunduğunu şahid olduq. Həmin o qablar hansı ki, bir daha göstərir ki, həm müxtəlif dövrlərində onun üzərində içərisində
ehtiyat saxlanılır, qida ehtiyatı saxlanılırdı və eyni zamanda onlardan bir bəzək əşyası kimi də demək, zamanın müxtəlif dönəmlərində istifadə etmişlər. Gəncədə də bu sənətkarlıq növü istifadə olunur, var və bu gün də həmin o sənətkarlıq növündən eyni zamanda qeyd edim ki, artıq tək sənətkarlıq növü kimi deyil, eyni zamanda turizmin inkişafında bir sənət belə deyək də, vasitəsi kimi istifadə olunur. Həmin o duluzçuluq məmulatlarından eyni zamanda ölkəyə gələn turistlər üçün müxtəlif fiqurlar, müxtəlif qablar, müxtəlif belə deyək, əşyalar düzəldilir və o turizmin inkişafına da öz töhfəsini verməkdədir. Ümumilikdə götürsək, Azərbaycanda, bəli, Gəncədə turizm, daha doğrusu bu həm etnomədəniyyətin inkişafında, ümumiyyətlə insanların əsas sənətkarlıq kimi sahəsi kimi inkişafında məhz bu duluzçuluq məhsullarından çox geniş istifadə edilməkdədir. Diqqətimi çəkən bir məsələ də var ki, Gəncədə biz məndən qabaq çıxış edən natiqlər qeyd elədi, ümumiyyətlə onun üzərində müxtəlif fiqurların, müxtəlif belə deyək də, ornamentlərin olması, ümumiyyətlə hansı dövrlərə aid olması və bugünə qədər də davam etməsi ən əsas onu göstərir ki, bəli, biz öz tariximizə və eyni zamanda tarixdə mövcud olan müxtəlif o sənətkarlıq sahələrinə hamilik edə bilirik, dövlət olaraq, xalq olaraq, millət olaraq və çox yaxşı cəhətlərdən biri ondan ibarətdir ki, bir çox o uşaqların asudə vaxtlarını keçirmək üçün təşkil olunan mən sərgilərdə bunun canlı şahidi olmuşam ki, duluzçuluq materiallarından uşaqların o duluzçuluq materiallarından istifadə edərək özləri hazırlanması üçün və eyni zamanda bu onu göstərir ki, uşaqlar həm özləri o qabları, əşyaları hazırlayır, ona ən əsasından səy göstərməyə çalışır və eyni zamanda bu qədim sənət növünün gənc nəsillərə çatdırılmasında, gənc nəsillərə ötürülməsində çox böyük dəstək nümayiş olunur. Yəni, bir çox mərkəzlərimizdə, Gəncədə də var bu, Bakıda da var, hansı ki, o mərkəzlərdə məhz köməklik göstərilir ki, uşaqlar həmin mərkəzlərdə demək, o duluzçuluq sahəsi ilə bağlı yaxından tanış olsunlar, onları hətta necə və nə cür hazırlandığını, hətta öz əməkləri ilə hazırlanmasına belə deyək, vəsilə olmuş olurlar. Bugün duluzçuluq qeyd edim ki, bəşəriyyətin ən Sevda müəllimə, səsiniz gəlmir, zəhmət olmasa. Sevda müəllimə. Günün Nailə xanım, işıqdır. eşidirsiniz Nailə xanım? Hə, mən eşidirəm, Aynur xanım, eşidirəm. Yəqin nəsə problem oldu. Siz növbəti qonağa təqdim edin Nurlana müəlliməyə. Müəllimə yenidən qoşularsa sözü təqdim edərsiniz Sevda müəlliməyə, zəhmət olmasa. Oldu. İndi isə sözü veririk Gəncə Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru Həmizəyevə Nurlana xanıma. Buyurun Nurlana xanım, əgər məni eşidirsinizsə, buyurun danışın. Üzürlü səbəblərdən bağışlayın. Yəqin Sevda müəllimə də internet